Binə qəsəbəsi Safxoz ərazisində 190 yolunda şəxsi tikili 2.5 sotda qapı da birbaşa geniş məhəlləyə açılır. Yəni tupik dalan deyil, qaz var, işıq var. Bax bunu qeyd edim, qapı sürüşmə qapıdır, reyslədir. Sürüşdürürsən, maşın rahat daxil oldu. Yenə deyirəm, qaz, işıq sayğacı var. Sağ tərəfdə bağ hissə saxlanılıb gördüyünüz kimi. Əkinlərinə, hamısı da pomidoruna, bibərinə, badımcanına kimi hamısı əkilibdir. Burada sanitar qovşağıdır. Həyətdə adını sanitar qovşağı. Ev yerdən 5 daş, 6 daş kürsülüdür. Həyət də olubdur. 3 daş burada qalıbdır. Amma arxa tərəfdən göstərəcəm 5-6 daşdır. Evin arxasına da keçməyə yer qoyulubdur. Daxil olaq, indi arxanı göstərim. Evin arxa hissəsində 2 metrə yarım məsafə saxlanıb. Baxın padvalına. 5-15 atmalar, yerimiz laminatdır. Padval qupqurudur. Bura kombi otağıdır gördüyünüz kimi. Addenli kombisi bitimikası. Burada cüzə saxlamaq üçün yerdir. Cüzə saxlayırlar burada. Yəni 2 metr yarım məsafədir. Evimiz ideal şəxsi tikili evdir. Daxil olaq, evin daxilinə də tanışaq. Koridorumuz geniş koridorda yer, laminat döşəmədə, kombi, radiator yenə deyirəm var. Əşya hər şey qalır. Kondisioner qalır. Bir dənə paltaryon, xaladen, televizor götürüləcək. Yəni 1-2 elektronika. Demək olar hər şeyi saxlanılır. Qonaq otağındayıq. Yəni televizoru götürür, onu qeyd elədim. Lüstürlarına kimi, bu dolablara, taxta kimi hamısı qalır. Görürsünüz də necə möhtəşəm yığılmış əşyalardır. Bu yataq otağıdır. Yataq otağının da uşaq üçün olan yataq otağı hər şey qalır. Sanitar qovşağı gördüyünüz kimi aksesuarlar ideal aksesuardır. Təzədir. Yəni işlək vəziyyətdədir, qırığı yoxdur. İndi sizi mətbəxlə tanış edeyim. Burada mətbəx hissəmizdir. Gördüyünüz kimi mətbəxin də ölçüləri genişdir. Evimiz qoşa daşla tikilmə evdir. Pəncərələr öz həyətinə baxır. Qəşəng özü də havada çəkir burada. Mətbəx mebeli qalır. Yenə deyirəm, qiymətlər razılaşsaq, bu xaladenikdir, paltaryandır. Bunları da saxlamaq olur. Ev sahibi deyir. Amma belə yəni götürüləcək. Buyurun əlaqə saxlayın. 190 yolundadır. Binə Safxoz Ələkbər marketə yaxın. 68 min.